İnsan çe besa 100 sal bu dünyada ömr eləyə, amma uşaq təki zindəci eləyə, heç aləm-i xiyalidən çıxmaya. Əgər sən tabi əhl-i beyt əleyhisselamsən, əgər sən deysən vəli əsr imamun və inni məmumun, vəli əsr əleyhisselam imam idi və mən bu imamə iqtida eləmişəm, gərək aləm-i xiyalidən və aləm-i vəhmidən çıxasan. جان همه روز از لجدکوب خیال و از زیان و سود و از بیم زوال نی صفا میماندش نی زیب و فر نی به سوی آسمان راه سفر. هر روز جان آدمی حقیقت وجود آدمی خیالات آدمی ده پایمال دی. انسانی که جرک سفر الاسون به سوی عالم معنا، سفر الاسون به سوی عالم ملکوت، bu insan ne dünyadan lezzet aparabilir çünkü giriftar خیالات دی و نه o vakti tapabilir ki به سوی عالم قدس و قدسیان bu insan سفر الاسون. لذا امر olundu اگر isteysen اهل بیت علیهم السلام ilə هم سفر olasan, ey insan alemi günahdan canı qutar cinən, ey insan alemi günahdan çıx cinən, bir şəxsiyyət ilahi tap cinən, şəxsiyyət pəndarıdan çıx cinən, alemi qəflətdən çıx cinən, alemi qəflətdə qalsın, sən insanı bidarından yol yeriyənməzsən. O ki insan kamildir ki Əhl-i Beyt əleyhisselamdır, onlar oyaqdılar, onlar yol geriyirlər, onlar mirac edirlər. Sən qəflətdə qalasan, yatmış halində qalasan, yol yeriyənməzsən. Rivayətdə vardı, sökrül qəfləti əşəddu min sökrül xəmr. O məsti ki qəflət insana gətirər, o məstini xəmr gətirməz, şərab gətirməz. Məsti ki qəflətdən gələr, çə bəsa insan ölə, hətta qəbridə də həman məstidən oyanmaya. Mərhum Nəxudəki bir nəfər nəql eləyir mərhum Nəxudəkidən, varid olduğu qəbristana mərhum Nəxudəki buyurdular, qulaq asçının sahibi bu qəbrə gör nə danışır. Mərhum Nəxudəkinin keçən mənbərlərimdə cərəyanın ərz eləmişəm. Qəbri bu mərd buzurgi ilahi ki əhl-i İsfahandır, Məşhəddədir, Saqqaxanada ki bir tərəfi xiyabanı Təbərsi çıxıysan, bunun qəbri vardı, üstündə də nivişdəsi vardı, ürəpayı şiədəndir bu. Deyib bununla qəbristana varid oldum mərhum Nəxudəki ilə. Buyurdu, qulaq as gör sahibi bu qəbr nədir? Təsərrüf elədi mənim qüvvəyi səmimdə, gördüm sahibi qəbr fəryad vurur ki, ay mərdum xiyarın kiloyu 5 tümən. Ay mərdum xiyar göy xiyardır. Lağasıysan, ay mərdum qocanın kiloyu bebelədir. Qulaq astın, bu dünyada bəqqal idi, bəqqallıq eləydi, səbzi furuş idi, meyvə furuş idi, cani, vücudi, məğzi o qədr qəflətdəydi ruhi, əl-an da ki seyr eləyib aləmi bərzəxdədir, fikr eləyib xiyar furuşdir. İnsan budur qalar. Çə bəsa 80 il ömr eləyəsən, aləmi bərzəxə varid olanda fikr eləyəsən, mühəndisi nəqşi keçsən. Ora aləm-i mənadır, liqav-i pərverdigar aləmdir. Gərək insan oraya özün amadə eləyə. Çə bəsa varid olasan oraya, genə maşının tormuzuna fikr eləyəsən. Ora tormuz yeri döyür. Bu cürdür ha vaqiyyəti əmridir. Dedi, o birisi qəbrə qulaq as. Astım, gördüm, dey, la ilahə illallah. Dedi, bu əhl-i irfan və suluk idi. Dünyada Allah nənidir, orada da Allahla münacat eləyir. La ilahə illallah. Bu insandır. Təəlluqat, gör nədir, nəyə dil bağlayıb və nədir bu insan şəxsiyyət tapıldı. Əyimmə əleyhisselam buyurdular, gəlin bizim qapımıza, əgər istəyirsiniz şəxsiyyəti ilahi tapasınız. Kur'an buyurdu, əgər istəyirsiniz ənbiya-i ilahi ilə yol yeriyəsiz, əgər istəyirsiniz şühəda ilə həmsəfər olasınız, əgər istəyirsiniz
Siddiqindən olasınız ki, Qur'an buyurdu, kunu məs sadiqin, sadiqlərlə yol yeriyin ki, əyimmə əleyhimussalam idi. Və əgər buyurdu, istəyirsiniz, salihlərlə yol yeriyəsiz, aləmi itaətdə dayanın. Yəni, aləmi xiyal-ı vəhmidən çıxın, şəxsiyyət-i ilahi tapın, özünüzə rəng-i tevhid vurun. Sibqətəllah, mən əhsənu minəllah sibqə və nəhnu ləhu abidun. Allah rənc vurandı, insani istey, subhiqahan, səcdədə, alın topraqda, özün həzrəti əhədiyyətə ərzə verə, ondan deyə, ey Xuda, mənə rənc tevhid vurginən, mənə bir rənc vurginən ki, bu rənc aradan getməsin, rəncəhay dünya zəval pəziridir, rəncəhay dünya şəxsiyyət vəhmi tapmaqdır, tənha rənci ki, aradan getməlidir, aradan getməz, rənci ilahidir, tənha izzəti ki, aradan getməz, o izzətdir ki, Allah verə, tənha iftixari ki, aradan getməz, o iftixaridir ki, Allah verə. Əmirəl-Müminin buyurdu, İlahi, kəfa bi izzən ən əkunə ləkə əbda və kəfa bi fəxrən ən təkunə li Rabba. Xudaya, bu izzət Əli ibn Əbi Talibə bəsdir ki, əbd səndi və bu iftixar Əli ibn Əbi Talibə bəsdir ki, sən onun Allahısən. Yəni, insan, sən bu kure-i xakidə be dönbal izzətsən və be dönbal iftixarsən. İki şey axtarıysan bu kure-i xakidə. İstəysən iftixarın olsun və izzətin olsun. Əmirəl-Müminin buyurdu, hamısı xülasəd bəndəci ilahidə. İlahi, kəfa bi izzən ən əkunə ləkə əbda və kəfa bi fəxrən ən təkunə li Rabba. Xudaya, izzət mən در بندگی تو، افتخار من در این که تو خدای منی. امیرالمومنین budur fərmayış elədilər. Amma Muaviyə ki, Əmirəl-Mömininin qabağında dayanmışdı, Əmirəl-Möminə namə yazdı. Ya Əli, ғلا قدری علا قدری، یا Əli, diyicim qəyney, qazanım qəyney, məqamım artıy. Əmirəl-Möminin cavabında buyurey, kəfa bi izzən ən əkunə ləkə əbda. Muaviyə de, qazanım qəyney mərdum doğruma cəmülə cümbəcün mövqeiyyətin qabağa girik. Əmirəl-Möminin buyurey, bu izzət mənə bəsdir ki, Abdullahəm, bəndə-i Xudayəm. Bax cinən, Qur'an buyurdu, əgər istəysən sən musahib olasan Əli ibn Əbi Taliblə ki, misdaq-ı əkməl-i şühədadır, ki, misdaq-ı əkməl-i sadiqindir, ki, misdaq-ı əkməl-i salihindir, gərək gələsən Allaha əbd olasan, bəndə olasan. Aləm-i xiyal və vəhmidən insan gərək canın rəha eləsin, özün həzrət-i əhədiyyətə çatırsın, ondan Awliyaullah ilə həmsəfər olsun. Ve ibarət digər, bal mələikə bu insan səvar ola bilər. Vay bər insan gafil,